Hüceyrələr zəhərli tullantılarını çaylara atan fabriklər kimi tərkiblərində olan zəhərli maddələri qana buraxırlar. Bu, uzun məsafələr qət edən çayın 100 trilyon fabrikin tullantıları ilə çirklənməsi deməkdir. Ürəkdən çıxan qanın təxminən 1/4 hissəsi böyrək arteriyaları vasitəsilə böyrəklərə gəlir. Bu, dəqiqədə 1 litrdən artıq qan deməkdir. Qanı gətirən damar böyrəyə daxil olar-olmaz saysız kapillyarlara ayrılır. Bu kapillyarların hər biri bir mikrosüzgəcə bağlıdır. Böyrəklərin funksiyalarını nəzərdən keçirməzdən əvvəl daxilimizdə olan su dünyasına nəzər salmağımız yaxşı olardı. Əgər bir qan damcısındakı hüceyrələri bulaq suyuna qoysaq, həmin hüceyrələrin şişdiklərini və partladıqlarını görərik. Sıxlığı bulaq suyundan daha çox olan bir mayenin içinə qoysaq, bu dəfə hüceyrələrin büzüşdüyünü görərik. Hüceyrələrimizdə baş verən belə proseslər sonu ölüm olan nəticələr yarada bilər. Buna görə də orqanizm daxilindəki mayenin lazımi sıxlıqda olması əsas şərtdir. Böyrəklərin yaradılışında sözü gedən tarazlığı qoruyan xüsusi sistemlər var. Böyrəklər qanı süzüb təmizləməklə yanaşı, eyni zamanda daxilimizdə olan mayenin sıxlığını da tənzimləyən bir cüt möcüzəvi orqandır. Bəs böyrəklər orqanizmdəki mayenin miqdarını necə tənzimləyir? Əgər tərləməklə və ya bir müddət su içməməklə bir qədər su itkisi versək, bu zaman qan beyində dolaşanda hipotalamus adlanan nahiyədəki xüsusi qəbul edicilər hərəkətə gəlir və hipofez vəzisinə bir siqnal göndərir. Siqnalı alan və orqanizmdəki suyun azaldığını bilən bu vəz böyrəklərə xüsusi bir mesaj, antidiuretik hormon göndərir. Bu siqnal borucuqlardakı hüceyrələrə orqanizmdə su qıtlığı var, artıq suyu geri çəkin əmri verir. Borucuqlar ifraz etmək üçün hazırladıkları mayenin tərkibindən daha çox suyu geri soraraq qana qarışdırır və orqanizmdə olan problem bu şəkildə aradan qaldırılmış olur. Əgər lazım olandan artıq miqdarda su içmişiksə, bu dəfə borucuqlardakı hüceyrələrə orqanizmdə artıq su var, lazımsız yerə su çəkməyin əmri çatır. Əgər hipofez vəzisindən böyrəklərə əmr daşıyan antidiuretik hormon olmasaydı, gündəlik əmələ gələn sidik 1,5 litr yox, 25-30 litrə çıxardı və bu ölümlə nəticələnərdi.